Əziz dostlar, dərsimizə davam edirik və qaldığımız yerdən gəlin biz dərsimizə davam edək və beləliklə biz qaydırıq həmin bu bizim nümunə olan şablon tablomuza və görürük ki, burada tablolarda xanaların arasında bölən xətlər var, lakin bizdə isə baxırıq, görürük ki, burada xətləri yoxdur və həmin bu xətləri qoymaq üçün hansı atributdan istifadə olunur onu demək istəyirəm və biz bura border atributundan istifadə edirik və border atributuna biz eni seçirik. Biri seçsək, məsələn, şəkildəki kimi xətlər qoyulacaq və nə qədər çox qoysaq, o qədər də xətlər qalın olur. Və bunu sonsuz qədər artırmaq olar. Məsələn, 10 qoyaq. Və görürük ki, çoxaldıqca xətt də qalınlaşır. Biz sadəcə bir qoyuruq və bir də şəklimizdəki tabloya baxaq, şablon tablomuza. Görürük ki, bu tablo daha böyükdür və həmin bu tablo kimi tablonun ölçüsünə baxırıq. 391-261 ölçülü tablodur. Elə həmin bu ölçüləri biz öz tablomuza verə bilərik və onun üçün bizə tanış olan width və height atributundan istifadə edirik. Və həmin bu table taginin içinə yazırıq həmin atributu width qaydaq şəklə 391 height isə 261 pikseldir və yadda saxlayaq, şəkli yeniləyək və görürük ki, tablonun eynisi bizdə alınıb və tabloda bir neçə əməliyyatlar var, bir neçə atributlar var ki, onlarla da sizi tanış etmək istəyirəm və onlardan birinci demək istədiyim elə atribut V-align, vertical align. Gördüyümüz kimi burada mətn tablonun vertikal götürsək, şabuli götürsək, ortasında yazılıb və məsələn biz istəsək ki, bu yazı qalxsın tablonun üstünə, biz həmin bu misraya tətbiq edə bilərik bunu. Table taginə tətbiq eləmək olmaz bu atributu. Ya misraya tətbiq eləmək olar, ya da ayrıca bir xanaya. Məsələn, tier birinci misraya biz götürək, həmin bunu tətbiq edək və line yazaq. Bunun 3 qiyməti ola bilər. Birincisi centerdir. Necə ki, bizdə şəkildə, yəni görürük ki, heç bir dəyişiklik etməyəndə center olur. Top və bottom etmək olar və biz bura top yazsaq görərik ki, yazı yuxarı qalxdı. Bottom etsək, yazı aşağı düşəcək, əlbəttə ki. Və əgər, məsələn, biz istəsək ki, təkcə bir xanaya tətbiq edək onu, o zaman həmin o xanaya aid olan tagə yazırıq onu, th taginin içinə yazırıq. Əgər belə etsək, məsələn, empno olan yerə yazsaq bunu, empnoya aid olan xanaya, təkcə o xanaya tətbiq olunur. Başqa atributumuz isə adicə bizə əvvəlcədən də tanış olan align atributudur. Əgər align atributunu table taginə biz nisbət versək, tablomuz səhifədə ortaya çəkilir. Əgər hansısa xanaya və yaxud hansısa misraya əlavə etsək, həmin onların içində olan mətnə tətbiq olunur. Align center yazsaq, onsuz da burada align center'dır. Yəni daha düzgün olar ki, biz onu th deyil, td olan hissələrdə tətbiq eləyək. Məsələn, elə bu
sıralar görürük ki TD atributundan ibarətdir. Və belə etdikdə görürük ki, yazı ortaya çəkilir və ayrıca hər misraya tətbiq edib center yazmaq olar. Və istəsək ki, məhz ayrıca bir xanaya tətbiq olunsun, sadəcə həmin ona aid olan TD hissəsinə, məsələn 2-yə tətbiq eləmək istəsək, həmin bu atributu bura yazırıq. Görürük ki, təkcə 2 olan xanada olur bu. Və digər misralara isə artıq siz özünüz edə bilərsiniz. Mən dərsimizin vaxtını uzatmaq istəmirəm və dərsimizi yekunlaşdırmazdan öncə bunu da demək istəyirəm ki, əslində bu atributlardan indi çox da istifadə olunmur. Artıq CSS deyə bir şey mövcuddur və tabloya dizayn vermək üçün daha çox CSS-dən istifadə olunur. CSS kursumuza keçəndə bunları görəcəksiniz və inandırıram ki, sizi CSS HTML-dən sizə qat-qat maraqlı gələcək və burada dərsimizi başa çatdırmaq istəyirəm.